İşgüzar Azərbaycanın sponsorları sağlam dişlər və sağlam ağız boşluğu üçün savadlı həkim şərtdir. Bütün növ diş problemlərinin həllini Türkiyə təhsilli stomatoloq Fərid Axundova etibar edə bilərsiniz. Yol bir toxunuş qədər yaxındır. Yerli və etibarlı taksi şirkəti. Yol sənindir. Elə yolda. Salam hörmətli tamaşaçılar, İşgüzar Azərbaycan Space-in efirindədir. Yaxın 12 dəqiqə ərzində ölkədə baş verən ən son iqtisadi hadisələrdən xəbəriniz olacaq. Elvin Baskalının təqdimatında İşgüzar Azərbaycanı izləyirsiniz. Anonslara nəzər salaq. Qida məhsullarının istehsalı artıb. İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. Braziliya ilə ticarət dövriyyəsi 11,3 dəfə artıb. Bu ilin yanvar ayında ölkədə 492,9 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni ayının göstəricisini 24,7% üstələyir. Dövlət Statistika Komitəsinin məlumatına görə ən yüksək artım templəri şəkər, qənd 7,4 dəfə, makaron məmulatları 3,6 dəfə və meyvə şirələrinin 63,5% artımında qeydə alınıb. Davam edirik. İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb. Azərbaycanla Braziliyanın ticarət dövriyyəsi bu ilin yanvar ayında 41,7 milyon dollar dəyərində olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Braziliyaya ixracının dəyəri 43,3 min dollar, bu ölkədən idxalının dəyəri isə 41,7 milyon dollar dəyərində olub. Verilişin sponsorları haqqında sizə məlumat vermək istəyirəm. Sağlam təbəssüm üçün doğru seçim. Türkiyə təhsilli tanınmış stomatoloq Fərid Axundov sizlərə implant, breket, plastinka, zirkon, vinir, metal keramika, protez, estetik plomb, diş müalicəsi təklif edir. Yollarımızda yerli və yeni taksi şirkəti. Yol sizlərə bir toxunuş qədər yaxındır. Səfərlərinizi rahat və təhlükəsiz etmək üçün elə indi yol tətbiqini yükləyə bilərsiniz. Və hörmətli tamaşaçılar, indi də İşgüzar Azərbaycanda müsahibə vaxtıdır və bugün biz nə üçün stomatoloji xidmətlərdə kəskin qiymət fərqləri mövcuddur və bu və digər sualların cavabını Türkiyədə təhsil almış, tanınmış stomatoloq Fərid Axundovdan soruşacağıq. Fərid həkim, xoş gördük siz studiyamızda. Xoş gördük. Ramazan ayı münasibətilə bütün hər kəsin bayramını təbrik edirəm. Allah tutulan oruçları, duaları qəbul eləsin. Amin inşallah. Fərid həkim, nə üçün stomatoloji xidmətlərdə bu qədər kəskin qiymət fərqi var? Kimisi dişini 1000 manata, kimisi 2000-ə, kimisi 5000-ə, 10.000-ə və belə deyək də qiymət artan xətt üzrə gedir. Bu qiymət fərqi daha çox həkimin əməyinə görə dəyişir, istifadə olunan avadanlıqlara, yəni həkimin tibbi avadanlıqlarına, yoxsa o belə deyək dişə görə istifadə olunan məmulatların qiymət fərqidir. Niyə belə kəskin qiymət fərqi yaranır? Bu qiymət fərqi əsasən stomatologiyada istifadə olunan materialların keyfiyyətinə görə dəyişir. Metal keramika olsun, zirkon olsun, onlarda istifadə elədiyimiz materialların keyfiyyətinə daha çox önəm verir. Ona görə onların qiyməti statistikaya uyğun qalxır. Yəni ki, bir zirkon hazırladıqda onların hazırlanan karkasın özünə uyğun qiymətləri olur. O da təbii ki, keyfiyyətdən asılıdır. Dişlərin sınmasın deyənə, uzun müddət davam eləsin deyənə, diş həttlərində problemlər yaranmasın deyənə daha keyfiyyətli materiallardan istifadə etmək
tövsiyə olunur. Ümumiyyətlə dişlərin müalicəsi belə öz qiymətinə görə fərqlənir. Məsələn, mən yeni müasir aparatlar almışam. Fərsbəkdir, fərsbildir, aktivatordur. Onlarla işlədikdə dişlərin həm ömrünü uzatmış oluruq, həm də ki, dişlərdə yaranan irinləmə prosesinin qarşısını almış oluruq. Çox gözəl məqama toxundunuz. O nə aparatlardır? O əvvəllər bir əllə işləyirdi. Məsələn, siniri əllə çıxardırdı, kanalları əllə genişləndirir. Yəni K və H fayllarla istifadə edərək genişləndirirdi. İndi müasir stomatologiyada genişləndirir, sonra yuyurur, aktivatorla bütün dişin kanallarında olan bütün sinir qırıntılarıdır, dentin yonqarlarıdır. Onların hamısını aktivatorla götürürük və fərsbək aparatlarından dolduraraq dişin ömrünü uzatmış oluruq və gələcəkdə dişlərdə irinləmə prosesinin qarşısı %90% almış olur. Elə soruşacaqdım ki, bu avadanlıqlar stomatoloqun fəaliyyətini asanlaşdırır, yoxsa pasiyentə daha çox fayda verir? Pasiyentə daha çox fayda verir. Təbii ki, o aparatların istifadə etdiyimiz ucluqlar və materiallar baha olduğuna görə biz onları pasiyentə məcburuq yüksək qiymətə təklif etməyə. Çox maraqlı bir mövzu var. Bir neçə həftədir belə bir qərar çıxıb, yəni hər yerdə diş çəkməyə icazə yoxdur. Siz həm özəl klinikada çalışırsınız, həm də dövlət poliklinikasında. Əslində bu qərar tam dəstəkləyirəm bu qərarı. Çünki o bir növ xırda orada olsa əməliyyat növü sayılır və o adətən cərrahi otaqda görülməsi daha məqsədə uyğun sayılır. İmplantlar get-gedə protezləri əvəz edirmi? İnsanların marağı artırmı? Birincisi, implantların qiyməti bahadır, ikincisi bir qədər qorxurlar, üçüncüsü bir qədər vaxt aparır. Qorxuya gəlin, həm də toxunaq. Ağrılıdırmı o implant məsələləri? Və həm protezin keyfiyyətindən danışaq, həm də implantlardan. İmplantla protezlə müqayisədə implantın daha çox pasiyent üçün həm rahat olur, öz əvvəlki dişləri kimi olur. Ümumiyyətlə, pasiyentin əgər implanta imkanı çatmırsa, məcburuq bir protezlərdə istifadə edək. Protezlər də... Valla təhsil imkan söhbəti deyil. Məsələn, mən implant qoydurmaram və qoydurmadım. Bir qədər elə bir çəkinirəm. Amma deyirsiniz, o qədər qorxulu deyil, eləmi? Bəli. Bu implant qoydurmaq. Bəli. İmplantda, yəni ucuz implant qoydurmaqdansa, keyfiyyətli implant qoyduğu öz sümüyünüzü daha çox təhlükədən, problemlərdən uzaq tutmuş olursunuz. Aha. Və bəzən protezə getişən adamların o damaq yeyilməsi məsələsi həmin müddət nə qədərdir? Yəni, diş çəkiləndən, dişlər töküləndən neçə müddət sonra artıq o protezlər qoyulmalıdır? Protezin keyfiyyəti haqqında, qiyməti haqqında bizə məlumat verərdiniz? Ümumiyyətlə, dişlər çəkildikdən sonra yaranın tam bərpa olması 6 ay çəkir, maksimum 6 ay çəkir. Protezlər ümumiyyətlə 2 cür hazırlanır. Tam dişlik çənələr üçün, həm də yarı dişlik çənələr üçün də hazırlanır. Tam dişlik çənələrdə adətən akrilik protezlərdən istifadə edirik. Protezlər ümumiyyətlə, pasiyentlər elə başa düşür ki, protezlər çeynəmənin 100% öz ana dişi kimi qəbul eləməyə çalışırlar. Amma əslində elə deyil. Yəni, pasiyentləri həm aldatmış oluruq. Yəni, protezlər çeynəmə funksiyasının 40-50%-ni yerinə yetirir. Heç bir halda ana dişini əvəz eləyə bilməz. Heç bir halda ana dişini əvəz edə bilmir və bəzən pasiyentlər gəlir ki, bizə müraciət etdikdə deyirlər ki, doktor, vakuum protezlərdən istəyirik. Əslində, vakuum protez yoxdur. O nədir? Vakuum protez dedikdə protezin hava yolu ilə, kənar sümüyü ilə oturmasıdır. Aha. Ona görə də, məsəl üçün, dişlər çəkildikdə 6 ay müddətində özlərinə protez düzəltməlidirlər. Düzəltdirməlidirlər daha doğrusu. Dişlər çəkiləndən sonra. Dişlər çəkiləndən sonra. Bəs nə qədər müddət keçəndən sonra artıq damaq yararsız olur? Tam dişli kənələrdə adətən bu protez tez sürətlə inkişaf edir. 2 ilə sümüklərdə yeyilmə, yəni atrofiya prosesi başlayır. Və indi gəlin daha çox stomatoloji xidmətlərdə maliyyədən danışaq. Bir çox hallarda daha çox diş və keyfiyyətli, belə deyək, xidmət üçün qiymət bir qədər yüksək ola bilər. Məsələn, 5000 manat, 3000 manat və bunu bir dəfəyə ödəyə bilməyən pasiyent bunu kreditlə ödəmə imkanı olurmu? Eşitdiyimə görə son aylar, son illər artıq stomatoloqlar, belə deyək, kreditlə də diş düzəldirlər.
Əgər pasiyentin imkanı, məbləği tam ödəməyə çatmırsa, müxtəlif kartlar vasitəsilə ilkin ödənişi 20% ödəyir, yerdə qalan 80% isə iş bitdikdən sonra müxtəlif kart vasitəsilə post terminala ödəyir və pasiyent onu aybaşı kart hesabına yazdıra bilirlər. Və Fərid bəy, sizə təşəkkür edirəm. Studiyamıza gəldiniz, stomatoloji xidmətlər və onun xərcləri barəsində ətraflı məlumatlar verdiniz. Sizin, belə deyə, bir stomatoloq kimi sizin xidmətinizdən istifadə edib, bundan məmnun qalan bir şəxs kimi sizə təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram. Və hörmətli tamaşaçılar, İşgüzar Azərbaycan öz işini bu günlük yekunlaşdırır. Görüşərik, vədimizə sadiq olaq. İşgüzar Azərbaycanın sponsorları sağlam dişlər və sağlam ağız boşluğu üçün savadlı həkim şərtdir. Bütün növ diş problemlərinin həllini Türkiyə təhsilli stomatoloq Fərid Axundova etibar edə bilərsiniz. Yol bir toxunuş qədər yaxındır. Yerli və etibarlı taksi şirkəti. Yol sənindir, elə yolda.